Salam millət, mən Nihat. Bugün sizlərlə 90k oluruq. İndi son 2 maçdır, yəni inşallah udmarıqsa, udmasaq son 2 maçdır. Gördüyünüz kimi efsanevi alacağım buradan. Bir dənə profildə baxaq. Gördüyünüz kimi profil belə. Və bugün bu keçə bilərdi yəqin ki. Bu arada Qərb oyuncu kupa kasam bölümünün 3-cü, yəni seriyasının 3-cü bölümü biraz gecikmiş olabilir. Bayağı əziyyət çəkdim çünki qazda karakter yox idi. Niyə mən peşman? Bu arada burada ancaq Barley alırlar. Barley'in Ems. Hər oyun görürəm də yəni. O qədər. Bu arada necə nə tür video istəyirsə yorumlar qismına yaza bilərsiniz. Bəlkə mənim gözümdən qaçmış maraqlı BS seriyası falan. Belə video niyə çəkməyim yəni. Və uçsa orada kim olacaq? Gelir. Və ilk maçdan birinci olduq. Gördüyünüz kimi və 90k olmağa son maç. Zaten sadəcə bir iki dənə kutu aça bilməyim. Yox ya. Ay da ulti alınan getdi. Neyse. Ayda yadıma gəlir. İmperator təzə 100k olurdu. Hə 90k, 80k olduqları hamısı yadımdadır. İndi mən özüm 90k olurum. Çox qəribədir. Onda deyirdim ki, çox da əvvəl deyildi. Amma mən tez kupa qazandım. Onda deyirdim ki, inşallah bir gün mən də bu kupalara gələ bilərəm və indi o kupalardayıq. Və 87 karakterlə 90k olur. Çox botdular bunlar. Yəni bu arada Pearl'ü az kasmışam deyə kupası bayağı azdır deyə bot alırlar. Bot deyil amma təzə başlamış oyunculara. Çünki bot axırıncı mənə nə vaxt çıxıb yadımda belə deyil. Və 90k olduq. 90k oldu uşaqlar. Mükəmməl. Birinciyi ilə bitirdik. Çox qəşəngdir budur. 90k. İnana bilmirəm, mükəmməl. SS'imizi alaq. Bu arada bu Tikin kostümü çıxarmışım. Necə sizcə? Məncə efsane açıq. Karakter çıxıb bomba olar bu arada. Və Sirius! Mükəmməl. 90k ya, sanki Supercell bizə sürpriz elədi. 88 karakterim də oldu. Mükəmməl. Nəysə inşallah gələcək videoda görüşərik. Özünüzə yaxşı baxın. Çox sevincliyəm.